Salam əziz izləyicilər. Çoxdandır ki, kanalımda yeni dərs izahları paylaşmırdım. Fikirləşdim ki, həm yay tətilində baxıb faydalanmaq istəyənlər və yaxud yeni tədris ilində öyrənmək istəyənlər üçün yeni dərs videoları çəkməyin artıq vaxtıdır. Buna görə də qaldığımız yerdən davam edirik. Bugün mən sizə köməkçi nitq hissələrindən ədat mövzusunu izah edəcəm. Ədat nədir? Ədat sözlərin və cümlələrin təsir gücünü artıran köməkçi nitq hissəsidir. Bəzən şagirdlərdə belə bir təsəvvür yaranır ki, köməkçi nitq hissələri daha geri plandadır, əsas nitq hissələri isə daha əsasdır. Yəni, köməkçi nitq hissələrinin həm leksik mənası yoxdur, həm suala cavab vermir, həm cümlə üzvü olmur deyə şagirdlərdə belə təsəvvür yaranır ki, bunlar daha geri planda qalmalıdır. Amma əslində belə deyil. Nitqimizin formalaşmasında həm əsas nitq hissələrinin, həm də köməkçi nitq hissələrinin hərəsinin öz yeri var. Götürək qoşmanı. Qoşma köməkçi nitq hissəsidir. Amma qoşma olmasa biz bədii ədəbiyyatda təşbih yarada bilmərik. Deməli, təşbihlərin çox hissəsi, daha doğrusu təşbihlərin çox bir qismi modal sözlər və qoşmalar vasitəsilə yaranır. Ədat nədir bəs? Ədat, bayaq dediyimiz kimi təsir gücünü artırır. Yəni, ədat cümlədə olmasa, cümlənin məzmununa heç bir xələl gəlməz. Sadəcə, cümlənin mənası sönük qalacaq. Yəni, bir var birinə deyirsən, sən ağıllı qızsan, bir də var deyirsən, sən çox ağıllı qızsan. Hansı daha təsirli cümlədir? Əlbəttə ki, sən çox ağıllı qızsan cümləsi daha təsirli cümlədir. Çünki ağıllı qız deyəndə ətrafımızda ağıllı insanlar çox ola bilər, ağıllı qızlar çox ola bilər. Amma çox ağıllı qız deyəndə burada həm ağılın daha qabarıq formada olması, belə deyək də, ağılın daha çox olması, digərlərinə nisbətən daha artıq olmasından söhbət gedir. Ona görə də sən çox ağıllı qızsan cümləsi daha təsirli cümlədir. İndi baxaq görək, ədat işlənən cümlələrlə ədat işlənməyən cümlələr arasında nə kimi fərqlər var? Əvvəla baxaq, ədatlar daxil olduğu cümləyə məna incəlikləri verir, fikrin səlisləşməsinə, təsirli qurulmasına kömək edir. İndi baxaq ədat işlənməyən cümləyə. Gözəl qızdır, bu cümlədə ədat yoxdur, sən mənə kömək edə bilərsən. İndi baxaq cümlələri, görək məna hansı mənaya gəlir. Gözəl qızdır deyəndə ətrafımızda gözəl qızlar çox ola bilər. Yəni, gözəllik anlayışına uyan insanlar ətrafımızda çox ola bilər. Və yaxud sən mənə kömək edə bilərsən deyəndə, burada cümlədən belə bir məna çıxır ki, həm sən mənə kömək edə bilərsən, həm də başqa qeyri bir insan da kömək edə bilər. İndi baxaq ədat işlənir. Eyni cümləni ədatla işlədək. Görək ədatla işlənəndə nə kimi fərq olacaq burada? Ən gözəl qızdır. Bayaq gözəl qızdır dedik. Burada ədat yox idi. Amma indi ən gözəl qızdır deyəndə ən gözəl qızdır. Gözəl qız çox ola bilər. Amma ən gözəl qız bir dənədir. Hansı daha təsirlidir? Əlbəttə ki, ən gözəl qızdır cümləsi. Yalnız sən mənə kömək edə bilərsən. Yəni, bu cümlədən belə bir məna çıxır ki, səndən başqa heç kim mənə kömək edə bilməz. Amma digər cümlədə həm sən mənə kömək edə bilərsən, həm də başqası kömək edə bilər. Belə bir məna çıxırdı. Ona görə də ədat işlənən cümlələr digər cümlələrə nisbətən daha təsirli olur. İndi keçək ədatın məna növlərinə. Demək, köməkçi nitq hissələrin məna növlərinin belə bir xüsusiyyəti var. Düzdür, köməkçi nitq hissələri leksik mənası olmasa da, yəni biri bizdən hər hansısa bir köməkçi nitq hissəsini soruşsa, aid olan bir söz soruşsa ki, filan söz nə deməkdir, biz ona cavab verə bilmərik. Yəni, deyə bilmərik ki, bu deməkdir. Çünki leksik mənası yoxdur, heç suala da cavab vermir. Amma ədatların məna növləri sırf cümlənin içərisindən çıxan mənadan asılıdır. Yəni, biz o cümlənin mənasına baxaraq deyirik ki, bu cümlədəki bu köməkçi nitq hissəsi təkcə ədata aid deyil, digər köməkçi nitq hissələrinə də aiddir. Əgər cümlənin mənası hansı mənadadırsa, sırf məna növü də o götürülür. Yəni, məsələn, cümlədən tutaq ki, qoşmaları götürək. Məsələn, məsafə qoşmaları. Məsafə nədir? Bir nöqtədən digər nöqtəyə qədər olan məsafə.
Məsafə o deməkdir. Məsələn, evlə məktəb arasındakı məsafə. İndi deyirəm, evdən məktəbə qədər. Qədər nə bildirdi? Məsafə bildirdi. Leksik məna yoxdur, amma cümlədən məsafə mənası çıxdı. Ona görə də qədər hansı qoşma oldu? Məsafə qoşması. Sırf ədatların da məna növləri bu formada yaranır. Məsələn, dəqiqləşdirici ədatlar mənanı dəqiqləşdirir, məhdudlaşdırıcı ədatlar məhdudlaşdırır, sərhəd qoyur. Məsələn, mənə ancaq sən kömək edə bilərsən. Yəni, səndən başqa heç kim kömək edə bilməz, sərhəd qoydu. Sual ədatları sual cümlələrində işlənir. Sual anlayışı var orada. Əmr ədatları feilin əmr şəklində olan cümlələrlə işlənir. Sırf orada əmr var, hökm var və yaxud arzu var və s. özünü göstərir. Əmr ədatları təklifi bildirir, əmri bildirir, xahişi bildirir. İndi baxaq görək başqa hansı məna növləri var. Məna növlərinə baxaq diqqətlə. Qüvvətlendirici ədatlar. Axı, ən lap daha olduqca çox ədatlarına biz sifətin çoxaltma dərəcəsini yaratmaq üçün istifadə edirik. Yəni, sifətin çoxaltma dərəcəsini yaradan üsullardan biri də bu qüvvətləndirici ədatlardır. Bir də burada bəzi ədatların altından xətt çəkmişəm. Həmin ədatlar başqa məna növü kimi də işlənir. Məsələn, dadə həm qüvvətləndirici ədat kimi işlənir. Ki həm qüvvətləndirici ədat kimi işlənir. Həm sual ədatı, dadə qüvvətləndirici həm əmr ədatı kimi işlənir. Ha da qüvvətləndirici və əmr ədatı kimi işlənir və s. İndi baxaq görək biz hardan bilirik ki, bu söz cümlədə ədatdır, yoxsa başqa hansı nitq hissəsidir. Məsələn, götürək axını. Ümumiyyətlə, ədatı cümlədə işlətməmişdən qabaq, adi, sadə bir cümlə deyirik. Yəni, ədat işlənməyən bir cümlə deyirik. Məsələn, mən belə deməmişdim. Adi bir cümlədir, heç bir köməkçi nitq hissəsi işlənməyib, əvəzlikdən və feildən ibarət cümlədir. Mən belə deməmişdim. İndi bu cümləyə mən ədat artırmaq istəyirəm. Axı, mən belə deməmişdim. Və yaxud başqa bir cümlə götürək. Getməyin vaxtıdır. Artıq getməyin vaxtıdır. Gözəl havadır. Nə gözəl havadır. Necə gözəl havadır. Və yaxud gəlirəm. Gəlirəm ha. Burada da ha-nı qüvvətləndirici ədat kimi cümlədə işlətdik. Və yaxud belə sözü. Belə sözün adətən cümlədə işlədəndə bəzən şagirdlər qarışdırır, nümunə tapmaqda çətinlik çəkirlər. Belə sözün cümlədə işlətməyin, yenə də deyirəm, adi bir cümlə götürürsən, ədat işlənməyən bir cümlə. Hansı sözü ədat kimi orada işlətmək istəyirsən, o formada da işlədirik. Məsələn, sən mənə kömək edə bilməzsən. Bu cümlədə ədat yoxdur. Sən mənə kömək edə bilməzsən. Feil var, əvəzlik var. İndi mən istəyirəm beləni ədat kimi cümlədə işlədəm. Sən mənə kömək edə bilməzsən, sən belə mənə kömək edə bilməzsən. Hətta sən. Buradan bu cümlədən belə bir məna çıxır. Belə ədat kimi işləndiyi cümlələrdən bu məna çıxır. Yəni, hətta sən də mənə kömək edə bilməzsən. Belə düzdür, əvəzliyidir, işarə əvəzliyi kimi. İşarə əvəzliyi olanda ya sifəti, ya zərfə əvəz eləyir, orada suala cavab verir. Məsələn, belə düşünürəm ki, necə? Burada suala cavab verdi. Amma deyəndə ki, sən belə mənə kömək edə bilməzsən, burada suala cavab vermədi. Burada isə ədat mövqeyində işləndi. İndi baxırıq digərlərinə. Çox sözü. Çox sözü bilirik ki, həm say kimi işlənir, həm cümlədə feildən əvvəl, hərəkətdən əvvəl gələndə zərf kimi olur, həm də ədat kimi işlənir. Bəs nə vaxt ədat olur, nə vaxt say olur, nə vaxt zərf olur? Çoxdan sonra sifət gələrsə, olacaq ədat. Çoxdan sonra isim gələrsə, yəni əşya gələrsə, olacaq say. Çoxdan sonra hərəkət gələrsə, yəni feil gələrsə, onda olacaq zərf. İndi baxaq dəqiqləşdirici ədatlara. Elə, məhz, əsr. Elə sözü də əvəzliklə amonimliyi var, qrammatik cəhətdən.
Yəni elə həm işarə əvəzliyi olur, həm də ədat olur. Nə vaxt əvəzliyi olur? Təbii ki, suala cavab verəndə, sifəti və zərfi əvəz eləyəndə, amma suala cavab verməyəndə, burada isə ədat mövqeyində işlənir. Nümunələrə baxaq. Bayaq dediyim üsuldan istifadə edərək adi bir cümlə götürürük. Məsələn, mən deyəndir. Bu cümlədə ədat yoxdur. İndi mən eləni ədat kimi işlətmək istəyirəm. Elə mən deyəndir. Elə sözü oldu ədat. Suala cavab vermədi. Amma işlətmək istəyirəmsə əvəzlik kimi, məsələn, elə adam var ki, burada suala cavab verir. Necə? Və yaxud deyirəm, elə danış. Necə danış? Suala cavab verdisə, deməli burada əsas nitq hissəsidir. Əvəzliyi götürürük. Yox, əgər suala cavab vermədisə və mənanı qüvvətləndirirsə, məsələn, mən deyəndir, elə mən deyəndir. Və yaxud əsl mən deyəndir. Görürsən, burada suala cavab vermir və mənanı dəqiqləşdirir. Ona görə də burada ədat mövqeyində işlənir. Digər məna növlərinə baxaq. Məhdudlaşdırıcı ədatlar nədir? Məhdudlaşdırıcı ədatlar mənanı sırf məhdudlaşdırır. Yəni, məhdudlaşdırma nədir? Sərhəd çəkirsən elə bil, ondan başqa heç bir şey kömək edə bilməz və yaxud deyirsən ki, mənə ancaq sən kömək edə bilərsən, mənə təkcə sən kömək edə bilərsən, mənə yalnız sən kömək edə bilərsən. Ancaq bir nəfərdən söhbət gedir və yaxud deyirsən ki, mən yalnız oranı sevirəm. Hardan söhbət gedir? Bir dənə. Məhdudlaşdırma o deməkdir ki, təkləşdirirsən. Yəni, çoxdan söhbət getmir orada. Tək bircə yerdən və yaxud bircə insandan və yaxud belə deyək də, bir ölkədən söhbət gedə bilər. Məsələn, mən yalnız belə deyək, Fransanı sevirəm. Bir ölkədən söhbət gedir. Deməli, məhdudlaşdırmanı belə deyə bilərik, təkləşdirmə deyə bilərik buna. Yalnız sən mənə kömək edə bilərsən, ancaq səndən xoşum gəlir, təkcə nənəmgilə getmək istəyirəm. Görürsən, burada ancaq birdən söhbət gedir, vahiddən, yəni ki, təkləmək, sanki təkləyirsən, məhdudlaşdırırsan, sərhəd qoyursan. Sual ədatları. Sual ədatları sual intonasiyası ilə deyilən cümlələrdə işlənir və sual ədatları işlənən cümlələrin sonunda mütləq sual işarəsi qoyulmalıdır. Belə deyək, yəni sual cümləsində adətən biz sual cümlələrini necə işlədirik? Cavab almaq məqsədi ilə. Sırf sual ədatları da belə cümlələrdə işlənir və cavab almaq məqsədi ilə işlənilir. Ona görə də cümlələrin sonunda sual işarəsi qoyulur. Ki ədatına biz həm qüvvətlendirici ədatda rast gəlmişdik, həm də sual ədatlarının içində rast gəldik. Nə vaxt qüvvətlendirici olur, nə vaxt sual ədatı olur. Sual ədatı olanda adətən cümlənin sonunda gəlir və özündən sonra mütləq sual işarəsi qoyulur. Məsələn, məktəbə gedəcəksən ki, burada həm sual intonasiyası var, həm cümlənin sonunda gəlib və özündən sonra sual işarəsi qoyulmalıdır. Amma mən kini istəyirəm qüvvətlendirici ədat kimi cümlədə işlədim. Necə işlədəcəm? Dediyim kimi, bir dənə adi cümlə işlədirik, ədat olmayan bir cümlə. Məsələn, mən belə deyildim və yaxud sən belə deyildin. İndi mən kini ora əlavə eləyirəm. Sən ki belə deyildin və yaxud mən ki belə deyildim. Kini orada biz necə işlətdik? Qüvvətlendirici ədat kimi. Sual ədatı olanda adətən cümlənin sonunda gəlir, sual işarəsi qoyulur. Qüvvətlendirici ədatda isə cümlədən çıxardanda cümlənin mənası dəyişmir. Sadəcə cümlədə olanda daha təsirli bir cümlə yaranır. İndi baxaq əmr ədatlarına. Əmr ədatları feilin əmr şəkli ilə işlənir. Mütləq feilin əmr şəkli ilə işlənməlidir. Bəziləri feillə qrammatik amonimlik təşkil edir. Cümlədə belə deyək də, feil kimi işlənəndə adətən cümlənin sonunda gəlir. Ədat kimi, əmr ədatı kimi işlənəndə cümlənin əvvəlində gəlir. Belə məqamlar var. Bunlardan növbəti hissədə danışacağam. Burada altından xətt çəkdiyim ədatlar barədə danışmaq istəyirəm. Ha ədatı, dadə ədatı həm qüvvətlendirici ədat, həm də əmr ədatı kimi işlənir. Nə vaxt qüvvətlendirici ədat olur, nə vaxt əmr ədatı olur. Əmr şəkli ilə işlənəndə əmr ədatı olur.
Digər şəkillərlə, yəni vacib şəkli, lazım şəkli, digərləri ilə işlənəndə xəbər şəkli və s. olur qüvvətləndirici ədat. Məsələn, gəlməlisən ha, vacib şəklinə qoşulub. Deməli, nə ədatıdır? Qüvvətləndirici ədat. Bir də var, deyirəm, gəl ha. Burada isə əmr şəklinə qoşulub. Deməli, burada nə ədatıdır? Əmr ədatıdır. Dadə də həmçinin. İşlənmə məqamları demək olar ki, eynidir. Yəni, əmr şəklinə qoşulanda əmr ədatı olur. Digər şəkillərə qoşulanda isə olur qüvvətləndirici ədat. Məsələn, gəlirəm də. Burada oldu qüvvətləndirici ədat. Bir də var, deyirəm, gəl də oldu əmr ədatı. Digər məna növlərinə baxaq. Təsdiq və inkar ədatları. Təsdiq və inkar ədatları biz gündəlik nitqimizdə çox istifadə edirik. Yəni, bəli, xeyr, hə, yox, heç əsla. Ən çox bəli, xeyr, hə, yoxdan istifadə edirik. Əslində, bəlkə də ədatdan xəbəri olmayan bəziləri bəli, xeyr, hə, yoxun ədat olduğunu bilmirdi. Təsdiq və inkar ədatları da dediyim kimi bunlardır. Bəli, xeyr, hə, yox, heç, əsla. Tək işlənəndə adətən özündən sonra nida işarəsi, nöqtə işarəsi qoyula bilər. Amma əgər özündən sonra başqa bir söz gələcəksə, mütləq vergül işarəsi qoyulmalıdır. Bəli, xeyr, hə, yoxdan sonra heç, əsla vergüllə işlənmir. Arzu ədatları nədir? Arzu ədatları feilin arzu şəkli ilə işlənir. Kaş, kaşki, təki, barı, gərək, bir, bircə. Bir-bircənin altından niyə xətt çəkmişəm? Bir-bircə həm məhdudlaşdırıcı ədatlar kimi işlənir. Ona görə onun altından xətt çəkmişəm. Arzu şəklinə qoşulanda olur arzu ədatı. Məhdudlaşdırma ədatı, əgər digər məhdudlaşdırma ədatları ilə əvəz edə bilirəmsə, onda da olur məhdudlaşdırma ədatı. İndi baxaq ədatlarla bağlı bəzi vacib məqamlara. Ədatlarla bağlı bəzi vacib məqamlar. Birincisi budur ki, ədatların sinonimliyi adətən öz məna növü daxilində olur. İkincisi, ədatlar həm öz-özlüyündə, həm digər köməkçi nitq hissələri ilə, həm də əsas nitq hissəsi ilə amonim ola bilər. Yəni, həm öz daxilində, həm biri ədat kimi, məsələn, ki, həm bağlayıcı kimi işlənir, həm ədat kimi, həm də ədatın öz məna daxilində də amonimdir. Məsələn, həm sual ədatı kimi işlənir, həm qüvvətləndirici ədat kimi. Üçüncüsü, ədatlar adətən sözdən ayrı yazılır. İstisna kimi bəzi ədatlar var ki, onlar bitişik yazıla bilər. Məsələn, sual ədatı olan mu üstü 4 ədatı, qüvvətləndirici ədat olan cacə, sana, sənə, sanız, səniz əmr ədatları sözə bitişik yazılır. M ədatı bir halda ayrı yazıla bilər. O da dadə bağlayıcısından sonra gələndə ayrı yazılır. Daha sonra, hə, yox, bəli, xeyr. Bəzən də M üstü 4 ədatından sonra vergül qoyulur. M üstü 4 ədatı tabeli mürəkkəb cümlədə işlənərsə, onda vergül işarəsi ilə işlənəcək. Yəni, mürəkkəb cümlənin tərkibində olanda vergül işarəsi ilə işlənəcək. Əmr ədatları feilin əmr şəkli ilə işlənir. Mütləq bu nüansa diqqət eləmək lazımdır. Yəni, əgər əmr ədatı kimi götürmək istəyirsənsə, mütləq o əmr şəklinə qoşulmalıdır. Əgər əmr şəklinə qoşulmayıbsa, deməli əmr ədatı deyil. Bu günlük ədat haqqında bu qədər. Növbəti hissəni isə növbəti dəfəyə